Yarışın qalibi olan xanım belə bunda yaşayırdı. Ona görə də indi gedirəm onun məhsulunu verməyə. Baxın, içərisində nə var? Yəni yarışda o qalib olduğunuz halda nə var idi? Hamısı içərisindədir. İnşallah ki, sizin üçün xeyirli olsun. Bu formada göndərin. Bu qutuda alınmadı. Ancaq belə. Zəhmət olmasa bunu paketlərsiniz. Çox məhsulu belədənə yola salmaq sağ. Kargomu verdim və gəlmişəm. Şuna yeməyə gətirmişəm. Ona görə də aclıqdır. Kargomu verdim. Sonra getdim naharımı elədim. Sonra mağazaya döndüm. Çayını içmək üçün. Bu da onu aldım. İndi gedirəm işə. Atan gedir oxumağa. Atan gedir oxumağa, partlatmağa. Bəli, atası gedir dağları partlatmağa. Biz də gəlmişik hazır yeməyə. Sən 55-60 yaşında adama hədiyyə kimi alsan nə yaxşı olar? Mən deyirəm bir dənə çalağaydan, yaylıqdan. Qadındım, amma qadındır. Müəllimədir də orada. Mən də deyirəm qəşəng rəngli bir dənə çalağaya. Çalağaya da olur, bu da olur. Tərpəmə. Oturmuşdun da. Qızlar salam. Saçıma başıma fikir verməyin. Sizlər üçün gəlmişəm kargo atım. Bəli, kargo dediyim evdən, yəni şəhər içi alınan məhsullardır. Uşaq da dilimiz öyrəşib ki, hər şeyə kargo deyirik. Bu günləri aldığımız alış-verişdə yoldaşımdan bir yerdə almışıq. Bəzilərində özüm işdə onu almışam. Məsələn, bu. Qapımızın ağzını almışam. Bunun üzərdən də qapının ağzında sizə videosunu paylaşacağım. Çox seviyorum mən bu yeni il aksesuarlarını. Yeni il ümumiyyətlə mənim ən sevdiyim bayramdır. Çünki bəzi deyirlər Xristian bayramıdır falan bəsməyəcəm. Allah elə də deyil. Yeni il insanın enerjisinin yeniləndiyi bayramdır. Ona görə bunu da inşallah, baxın, elə açın göstərim. Bizim çöl qapıya vuracam. Belə bir şeydir, görürsünüz. Çöl qapı üçün vuracam. Arxasından 2 dənə belə yapışqan qoç vuracam. Qəşəng olacaq inşallah. Həm insana belə enerji verir, həm də çöldən də girənlər bilsin ki, belə yeni il havalı bir yerə girirsən. Sonra özümə belə bir corab almışam. Marallı corab, bəli. Bunu da sevirəm. Çünki yenə də yeni illə əlaqəlidir. Sonra bir manat yerə girmişdim. Bunu mən badladım. 1 manat 80-50, nə bilim 2 manat nəsə gördüm. Bunda 1 manat almışam. Onu təzə atıb, hələ boyanmayıblar. Sonra buradan nə almışıq? Bizim yolkamızın ulduzu yox idi. Ona görə belə bir ulduz almışıq. Şimdi birazdan aparıb yolkaya taxacam. Snickers almışam. Kocaman vermişəm daha doğrusu. Snickers istədinə söyləyim. Sonra nasıl var? Kənd yumurtası. Nescafe eləmişəm də dediyim kimi. Deməli 36 qəpiyə düşür bir ədədi. 10 dənəsi 360 qəpikdir. Tabii mən kəndli şəhərdə atır marketdən almışıq. Çörək olmazsa olmaz. Çörəyin söhbəri. Sosiska manqarosu almışam. Kesinlikle soba almışdıq. Daha manqarosu almışdıq. Şimdi hər bir şey alırıq. Sonra sizə nə göstərim? Kodişkon özünə ayaqqabı alıb. Bəli. Aylar sonra özünə ayaqqabı alıb. Bu böyük bir xoşbəxtlikdir. Həm mənim üçün, həm onun üçün. Baxın. Bunu alıb Ayz Baku var. Tanıyırsınız, bilməm yoxsa yox. Oradan atdı. Və belə bir şeydir. Qiymətini 30 manatdır. Yəni belə baxanda qəşəngdir. 30 manatı demək olar heç nə yoxdur. Əslində məndən olsa trend yoldan olar. Amma ki o Ayz Bakdan almağı tərcih etdim. Sabah dərsə gedəcək. Mənim həyat yoldaşım canım başlayım. Mənim həyat yoldaşım hələ oxuyur. Tələbədir bacı. O həm həyat yoldaşıdır. Həm işdə işləyir, yəni müdürdür. Evdə həyat yoldaşıdır. Sonra nə deyirlər ona? Tikintidə fəhlədir. Hər şeydən oldu yazmışıq. Hamısı dilində olur. Sonra belə bir şey var. Deyir ki, bunu Ayz Bakının reklamında görürüm. Həmişə deyir, oğlan geyinirdi, xoşuma gəlirdi. Neysə, axır bu günləri getdi, özünə bunu da alıb, özünə göstərib bu günləri. Mən geyindim, siz baxında özünü geyindirə bilmirəm. Gecə mən videoları və şey eləmə. Böyle bir şeydi, qəşəng istidir.
Özümə də birini alacağım bundan. Prosta indi bugün vaxt yox idi, çox gəzənmədik. Özümə də bir dənəsi alacağım, qəşəng. Həm içi qalanda, həm də ki, belə, yəni, kojadan, dərdi olan məhsuldur. Belə nə almışam? Baxın. Ən maraqlısı isə buradadır. Nədir sizcə? Tabut. Mik. Bəli. Suya qalmışam işdən. İş yoldaşım var, o satırdı. Kənd savubası. Ondan almışam. Ümid edirəm qəşəng olacaq. Yəni, isinə baxanda kənd doğğunun isi gəlir. İndi yəqin dadı da belə olar. Belə qızlar, bu günlük bazarı bunu qədər. Yanır. Nətər yanır? Bəs qaz yanmır axı. Yəqin toka döndərdilər. Cah yanır, cah yanmadı. İndi yanır bir şey. Yaxşı yanır. Narsa mən də fikirləşdim ki, görəsən otopleniyələri yanır, yanmır. Yanır. Toğrul xəstələnməsin də bircə. Aynen. Toğrul xəstələndi. Mənim evim yıxıldı elərim. Yağ olsun. Nətərsən də orada? Anlayamazsın. Bunu şükür sağlamak sınıfı. Necə keçdin nəvəmlə bircə? Neyse, nətər olacaq? Bir dənə vlog çəkdə. Nəvəmlə bir gün. Ha? Nəvəmlə bir gün vlogu çəkə bilərsən. Nəvəmlə 2 gün, nəvəmlə 3 gün, nəvəmlə 4 gün, nəvəmlə 5 gün. Toğrul düzəldir üstə. Toğrul, gör sənə nə almışam. Gör nə almışam sənə. Bax, gör sənə nə almışam. Şortik. Sonra bu da yerə atma. Götür yerdən. Bu da səvul köyünə. Nə qəşəng, baxın, bir də açma. Mən çevir, bax. Bax, sən bax. Şortu qaldır bax hala. Bir də şikayət almışam. Azdan şikayətlərdir. Görək dadı nətər olacaq. İlk dəfədə yoxlayıram. Bir şortdan qalsam. Nədir? Siz. Mənim üçün almışam, ana. Hə, ana Nə qurban. qəşəngdir. Test eləyək görək dadı nətərdir. Bu nə şəkal seçilir? Bu Azdanın çikolatalarıdır. Durma, ben ne durma? Amma sayamaqdır. Salamat dursa səliqəli elə də bala. Yeməyə qaçmışam da. Yeməyə dağsa fərq yoxdur. Ona baxma. Belə də. Buyurun. Mən də dadına baxacağım oxusunun. Bala bax. Adi süt şikayətləsin də. Qeyarlı şeydir. Nə? Dadlı Burada da. 50 var qaba. Dadlıdır. Dadlı yerə. İkisi də doldu şeylə. Nə deyirlər buna? Badam. Fındıq, badam, belə şeylər. Elə biz eləyə bilərik. Daha da pis deyil, normaldır. Mən bir dəfə yemişdim, xurma ilə. İçərisinə şey qoymuşsun şkaba, onun kimi şeydir. Bunu mən yiyəm, xoşuma gəlir. Bax, Ayaqota yemək var oradan. Baxsan bax. Hə, Yox, baxsan. sən ye. test etdik, onayladık. Pis deyil, amma ideal da deyil. Bunu belə tutacağım. Biz, elə ki, bura görsənsiz, stolun üstü. Aha, belə qalsın, bax belə. Belə Yaxşı. ortadaş, belə qalsın, aha belə. Ulduz kəsirik. Bəli. Təzə məşğuliyyətimiz. Açıqdır. Sırf toğrulun başı qarşısın deyə mən burada zülüm çəkirəm. O zülüm kəs. Mənim başım qarşıdır, yoxsa bunun başı qarşıdır? Baxın, o yayanan deyir ki, mənim başım qarşıma içindir. O, mən bunun yarısını yolkanın şeyini mən həmişə, mən deyir közdə. Bu yolkanın yarısını mən həmişə, ya bunların hamısında, bəzəyində yuxarısında mən həmişə, obsi qəyalında, anam, Sən dayıba nə soxşamsan, Ulduzda anamı